Bir tədris versiyasının bugünkü dərsində məlumat registrləri haqqında məlumat verəcəm. Bu bölmədən işçi məlumatlarının yaradılmasını izah edəcəyik. Biz artıq soraqçalar pəncərəsindən işçilər qeyd etmişik və digər dərslərimizdə də işçilərimizi qruplara ayırmışdıq. Yəni alıcılar və satıcılar olaraq qeyd etmişdik. Artıq biz işçi məlumatlarında hər bir qrupa ayrı-ayrılıqda yox, sadəcə bütün işçi məlumatlarını bir yerdə toplayırıq. Yəni ki, alıcılar, satıcılarımız varsa, artıq mənim alıcı və satıcımın adı hər ikisi bir bölmədə olmuş olacaq. Və burada təkcə mənim alıcımın adı qeyd olunub, lakin işçi məlumatları vasitəsilə biz alıcı, satıcı, bu şəxslər haqqında bir çox məlumatlar da yaza bilirik. Məlumat registrlarında sağ düymə əlavə edirik və ad olaraq adını işçi məlumatları olaraq yazırıq. Bu bölmədə ən önəmli olan, yəni diqqət etməli olduğunuz ən vacib məqam dövrilik olan hissəni dəyişməkdir. Əgər siz burada qeyri-dövri qeyd etsəniz, sadəcə bir şəxs qeyd edə biləcəksiniz bazanıza. Yəni ikinci bir ad yazmaq istədikdə artıq alınmayacaq. Burada isə qeyd olunur. Məsələn, mən saniyə ərzində də dəyişə bilərəm. Hər gün bir şəxsin adını da qeyd edə bilərəm. Ay, rüb və yaxud da il də qeyd olunur. Ən rahatı saniyə seçməkdir. Məsələn, mən artıq deyək ki, indi vüqar yazıramsa, ikinci dəqiqədə aylin qeyd edə bilərəm, üçüncü dəqiqədə sənan yaza bilərəm. Bir-bir bu adları dəyişmək olur. Bu hissədə isə saniyə seçimi edirəm ki, düzgün şəkildə olsun. Daha sonra alt sistemlərə daxil oluram, alış və satışı qeyd edirəm. Verilənlər pəncərəsində isə sadəcə və sadəcə rekvizitlər yazırıq. Rekvizitlər bölməsinə əlavə edirik ad. İşçilərimizin adlarının gəlməsini istəyiriksə, kataloq riftdən işçi məlumatlarımızı birbaşa əlavə edə bilərik. Təkrar soyad ola bilər. Təkrar ata adı, ünvan, əlaqə, əlaqənin buradan uzunluğunu dəyişə bilərsiniz. Həmçinin digərləri üçün də keçərlidir təbii ki. Gmail adresi ola bilər, tarix ola bilər. Yəni istədiyiniz məlumatlar yazmaq artıq sizin öz əlinizdədir. Yəni bu baxımdan dəyişiklikləri sizə buraxıram. Mən isə sadəcə bu məlumatları qeyd edəcəm və bazamıza daxil oluruq. Diqqət etsəniz, artıq alışın içərisində işçi məlumatlarım var və mən buradan yaratmaq istədikdə bu formada mənə əlavə bir bölmə verir. Ad olaraq daxil olub istədiyim alıcının adını bu hissəyə qeyd edə bilərəm. Soyad olaraq məsələn Həsənova, ata adı İlkin, ünvan deyək ki Bakı, əlaqə nömrəsi məsələn tarix, doğulduğu tarixi də qeyd edə bilərik, işə qəbul tarixini də yaza bilərik. Mən doğulduğu tarix deyək ki yazıram. Məsələn 15.05.2000 və yaddaşa yazıb bağlayıram. Diqqət etsəniz, artıq işçi məlumatlarımız qeyd olunacaq. İkinci bir şəxs yazdıqda da avtomatik saniyə dəyişmiş olur, eyni saniyədə qalmamalıdır. Əgər mən tarix seçsəydim, məsələn, hər gün bir şəxs, o zaman 29-u yox, burada adlar qeyd etdikdən sonra mütləq 30-u seçməliydim ki, digər şəxsin adını bölməyə əlavə edə bilim. Bu formada istədiyiniz işçi məlumatlarını rahatlıqla bazanıza əlavə edə bilərsiniz.